Ana şeirinin səsləndirdiyi anlar televiziya tamaşaçılarını kövrəldi. Milli Az xəbər verir ki, aparıcı Vüsalə Əlizadə verilişinin canlı efirində duyğularına hakim ola bilməyərək, göz yaşlarını saxlaya bilməyib. Sözü gedən anlar studiyada emosional ab-hava yaradıb və izləyicilərin diqqətini çəkib. Canlı yayım zamanı baş verən bu duyğulu məqamlar qısa zamanda sosial şəbəkələrdə paylaşılaraq geniş yayılıb. Sosial media istifadəçiləri anaya həsr olunan şeirin hər kəsi kövrəltdiyini qeyd ediblər. Video minlərlə baxış toplayıb. Qeyd edək ki, Vüsalənin anası Lütfiyyə Əlizadə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.